Emin, başlayaq. Əlbəttə ki, Barcelona klubunun prezidenti Juan Laporta Azərbaycan səfərindən ölkə başçısı İlham Əliyev onu qəbul etdi və belə razılıq əldə olundu ki, Barcelonanın akademiyası Azərbaycanda fəaliyyətə başlasın. Əlbəttə, cənab prezident İlham Əliyevin nəinki regionda, ümumiyyətlə dünyada bu geosiyasi mürəkkəb bir vəziyyətdə vaxt tapıb futbol məsələləri ilə də məşğul olmağı, belə bir Barcelona klubunun prezidentini qəbul etməyi çox sevindirici oldu bizim üçün. Çünki futbol, uşaq futbolu xüsusən həmişə danışdığımız mövzulardır. Bunun inkişaf etdirilməsi üçün böyük işlər görülməlidir. Və indi bilirsiniz ki, AFA tərəfindən strategiya hazırlanır. Üstəgəl, bax bu Barcelona akademiyası məsələsi də indi ortalığa çıxdı. Bu işdə iş adamı Adnan Əhmədzadənin təbii ki, rolu böyüdür. Çünki COP29 zamanı da Juan Laporta ölkəmizə səfər eləmişdi. Messi və digər futbolçular da gəlmişdilər və Adnan Əhmədzadə məhz futbol istiqamətində o əlaqələrini müxtəlif dönəmlərdə COP29 zamanı indi də Barcelona Akademiyasının açılması istiqamətində görürük ki, istifadə edir. Sözün yaxşı mənasında bu əlaqələri işə salıb bizim üçün yararlı, faydalı futbolumuz üçün işlər görməyə çalışır. Amma bir şeyi özəlliklə demək istəyirəm ki, məhz bu məsələdə Adnan Əhmədzadənin üzərinə böyük məsuliyyət düşəcək. Çünki bax bizdən bir müddət qabaq Barcelona Akademiyası Qırğızstanda da açılıb. Mən həmin akademiya ilə bağlı xeyli məlumat yığmışdım. Özüm də müxtəlif platformalarda, müxtəlif sujetləri də izləmişəm. Məsələn, Qırğızstanı yeri gəlmişkən özündə də ölkə başçısı Sadir Japarov qəbul edilmişdi Laporta, ümumiyyətlə açılışında iştirak eləmişdi həmin o akademiyanın. Çox möhtəşəm bir kompleks tikiblər. Böyük bir meydança, digər ot meydançalar, bağlı manej tipli meydança, üstəgəl bir inzibati bina, yəni böyük bir kompleksdir. Yəni sadəcə bir addan söhbət getmir. Çünki bəli, ad əzəmətli gəlir, ad brenddir, amma quru adla işlər görülmür. Burada artıq keyfiyyətli, səmərəli bir iş ortaya qoymaq lazım olacaq. Bunun üçün ilk növbədə tikililər, bunun üçün ilk növbədə o maddi-texniki bazanın qurulması vacibdir. Ona görə bax bu məsələdə mən deyirəm, vurğulayıram ki, məhz Adnan Əhmədzadənin rolu böyük olacaq. Çünki bu məsələdə mən belə istəyirəm ki, AFFA yox, daha çox bu iş adamının təşəbbüsüdür, onun əlaqələridir. O bu məsələni həyata keçirmək üçün təşəbbüs göstərib. Çünki yalnız Barcelona Akademiyası deyil, bilirik ki, o Asta şirkəti var. Adnan Əhmədzadənin, bilməm, rəsmən orada rəhbərliyə deyil, amma onunla bağlı bir Asta şirkəti bugün bizim bir neçə, 15-20, bəlkə daha çox uşağın İspaniyada Marset klubunda futbolun sirlərini yiyələnməsi üçün bir işlər görüblər. Uşaqlar İspaniyadadır, futbol orada öyrənirlər, orada qalırlar, orada yaşayırlar. Bu maraqlı layihədir. Hara qədər varar deyə bilmərəm, amma bugünkü gün üçün maraqlı bir layihədir. Amma niyə yalnız quru adla olan işlər deyil bunlar? Bir də bunu deyim, biraz incəliyim. Bax, yadındadırsa bir təxminən 10 il əvvəl Azərbaycanda Manchester United futbol məktəbi yaradıldı. Həmin o futbol məktəbinə təsəvvür eləyin ki, elə bir ingilis mütəxəssis gətirdilər, o adam özü gəlib burada pro kateqoriyası oxuyub aldı. Biz ondan öyrənməyə əvəzinə, o gəlib burada işləyək, bizdən öyrənirdi. Manchester United layihəsi özünü doğrultmayandan sonra Neftçidə onu yer-beri elədilər. Orada da heç bir iş görə bilmədi. Yəni, bir quru addan alınmır. Nə olsun, Manchester United da dünyanın ən böyük klublarından biridir. Hərçəndə çox uğursuz bir dönəm yaşayır. Eynən də Barcelona, yəni brenddir. Bu tip ölkələrdə yeri gəlmişə, məsələn, mən Qırğızstanda araşdırmışam. Qırğızstanda da dövlət tərəfindən ayrılan bir maliyyə hesabına həmin komplekslər tikilib, həmin o layihə həyata keçirilir. Niyə? Məsələn, ola bilər ki, bir layihə qurarlar. Biz müxtəlif Azərbaycanda da görürük. Filan klubun məktəbi, filan klubun məktəbi. Pullu seksiyalar açırlar. Oraya çox da istedadı olmayan uşaqlar gəlib pul verirlər. Futbolla məşğul olurlar. Türkiyə klublarının belə bölmələri var Azərbaycanda. Çoxdur. Və heç birindən də belə bir düzəməlli uşaq yetişib Azərbaycan Premyer Liqasında görünməyib. Və məhz ona görə mən deyirəm Adnan Əhmədzadə. Çünki bilir, iş adamıdır, maliyyə imkanları da genişdir, cənab prezidentin də xeyir duası və nəzarəti var bu məsələdə. Yəni, o maliyyə imkanları hesabına həm maddi-texniki baza, həm də elə bir iş qurulmalıdır ki, orada pullu yox, xidmət pulsuz olsun. Çünki bu bir qəribəlikdir, amma reallıqdır ki,
əksər futbolçular kasıb ailələrdən çıxır. Düzdür, indi biraz yaşayış da dəyişib, 90-cı illər deyil. Amma istənilən halda baxırsan ki, yəni o daha az təminatlı ailələrdən daha çox futbolçular çıxır. Nadir hallarda imkanlar çıxır. Bunun səbəbini indi müxtəlif cür yozmaq olar. Amma deməyim odur ki, bugün istedadlı uşağın valideyni heç vaxt gedib pul verib də övladına hardasa futbol oynatdırmayacaq. Daha çox çalışacaqlar ki, əksinə mən bildiyim qədərilə özüm də çalışmışam da. Klublar az təminatlı ailələrə belə pul verirlər uşaqlarına görə, aylıq maaş verirlər ki, yəni yaşayışları düzəlsin. Yaxşı fikirdir, yaxşı ideyadır. Paralel olaraq çünki indi o AFFA tərəfindən də strategiya hazırlanacaq. Orada da bildiyim qədərinə ölkə üzrə 8 böyük akademiya tikilməlidir. Üstəgəl məncə Barselona Akademiyası Bakıda olacaq. Bakıda belə bir Barselona Akademiyasının olması, üstəgəl klubların öz akademiyaları, bütün bunlar uşaq futbolunun inkişafına gətirib çıxara bilər. Amma dönə-dönə niyə artıq neçənci dəfədə Adnan bəyin adını çəkirəm? Kağız üzərində istənilən layihə gözəl görünə bilər. Kağız üzərində hər bir layihəni mükəmməl işləmək olar. Hətta söhbət əsnasında da qulağa gözəl gələn sözlərdən istifadə edib onun əhəmiyyətini biz böyüdə bilərik. Reallıq o icrasındadır. İcra nə qədər düzgün, nə qədər effektiv olacaqsa, onun xeyri də onunla ölçüləcək. Başqa cür olmaz. Bizdə təəssüf ki, bax o Manchester United layihəsi dediyim bir çox başqa layihələr var. Adlarını bir-bir çəkmək istəmirəm. Bir ciddi problem ondan ibarətdir ki, hansısa bir iş futbolda görülərkən gözəl prezentasiyalarla, təqdimatlarla, slaytlarla rəhbər şəxslərə müəyyən görüntü göstərirlər, təsvir edirlər. Ajax belə gəldi, Liverpool belə getdi, filan klub elə oldu. Rəhbər də o slaytlara, o görüntülərə, o təqdimata baxır, elə bilir ki, burada da bir Ajax qurulacaq və ya başqa bir klub. Reallıqda baxırsan ki, heç nə yoxdur. Sadəcə o rəhbəri razı salıb müəyyən maliyyə ayrılması üçün ona belə bir dəbdəbəli təqdimat qururlar. Biz dəbdəbəli təqdimatlar yox, dəbdəbəli iş qurmalıyıq. Bax, bu çox vacibdir. Yalnız sevinə, yalnız bu işin yaxşı alınması üçün oturaq, biz də əlimizdən nə gəlirsə hazırlıq eləyək. AFFA ilə yeri gəlmişkən, bax, Adnan Əhmədzadənin burada müəyyən bir əməkdaşlıq, müəyyən bir ünsiyyət, bir-birinə dəstək, kömək bu məsələlər də çox vacib olacaq. Düzdür, rəsmən elə açıqlamayıb ki, Adnan Əhmədzadənin rolu nə olacaq? Mən danışıram indi uzun-uzadı. Amma heç kimə sir deyil ki, Barselona Futbol Akademiyasının burada peyda olmasının təşəbbüskarı, vasitəçisi Adnan Əhmədzadədir. Dostluq münasibəti var. Və bir də bir əlavə eləyim. Bax, mən bir nitqimin əvvəlində də dedim ki, bugün dünyada çox geosiyasi mürəkkəb bir vəziyyətdir. Həmçinin regionda çətin bir durumdur. Buna baxmayaraq, Cənab Prezident İlham Əliyevin uzaq görən siyasəti, o diplomatiya bacarığı sayəsində biz hələ də şükür Allaha baxırıq ki, ölkəmiz sabitdir, hər şey qaydasındadır. Amma bax necə COP29 zamanı Adnan Əhmədzadə bir iş gördü, təşəbbüs irəli sürdü. Yəqin ki, ideya ondan gəlib ki, bax Laportanı da bura dəvət eləyə bilərik. Sırf futbol sahəsində görülən işlərdən danışıram. Bir Azərbaycanlının hansısa bir sahədə əlaqələri varsa, onu ölkəmizin xeyrinə görürsən bir iş görərək göstərdi və hər sahədə bizim kimimiz varsa üzdə olan xaricdə ölkəyə nə cür xeyri dəyə biləcəksə, bunu eləmək lazımdır. Bu çox yaxşı haldır, çox gözəl bir təşəbbüslərdir. Və yalnız hələ ki bu anda, bu ana qədər görülən işlərə görə bir alqışlamaq olar və davamını gözləyək. Dediyim kimi biz də hər zaman Azərbaycan futbolunun inkişafına bax zərrə qədər xeyrimiz dəyə biləcəksə biz hər bir layihədə varıq.